yanında. Gecikdik Səlim. Qaçırdıblar qızı. Reis, o boyda yol gəlmişsiniz. Sizə bir qulluq eləməyə də imkan vermədiniz. Cəlilov, neçə vaxtı bu işin üzərində çalışırıq. Sən burada, mən də rayonda. Bu iş bağlansın, sonra vaxtımız çox olacaq. Ondan sonra əməlli başa oturarıq. Çobanın şahidliyi günahkarın sonu deməkdir. Bu işdə, yəni çobanın danışmağında zəhmətiniz böyükdür. Bu bizim borcumuzdur Cəlilov. Çoban artıq səndədir. İşin ağır tərəfi sənin çiynindədir. Səlimin cinayətini sübut elə, məsələ bağlansın. Əlimdən gələni eləyəcəm. Mən bir işə başladımsa, axırına kim gedirəm. Elə ona görə də bu işi sənə tapşırıblar. Çalış, tez tap. O çoban polisə yalan danışdığı üçün məsuliyyətə cəlb olunmalıdır. 100%. Elələri cəzalanmalıdır ki, polisə bir də heç kəs yalan ifadə verməsin. Səməndərgil burada sakit dayanmazlar. Elədir. Oğlu daşqın, ölən arvadın nəvəsini qaçırıb. Əsməri. İndi də onları axtarışa vermişəm. Bax onu mütləq tap. Tap ki, qızın əli ilə Səlimi öldürməsinlər. Yerin deşiyində də olsa tapacam. Səlimgillə Səməndəri üzləşdirmişdim. Nə oldu bəs? Artisti elədilər. Öpüşüb görüşdülər. Bütün günahlar Səlimdədir. Vaxtında gəlib təslim olsaydı, heç bu hadisədə baş verməzdi. Yaxşı Cəlilov, mən gedim, nazirlikdə işim var. Sən də çalış, Səlimlə daşqını tap və bu məsələni həll elə. Bu yolda uğur arzulayıram sənə. Yaxşı yol, rəis. Sizin kimi polislərə bizim həmişə ehtiyacımız var. Uğur olsun, sağ ol. Yaxşı yol. Hara qaçırsan? Elə bilirsən ki, əlimdən qutara biləcəksən? Səlimin ölüsünü görəcəksən, sonra səni buraxacam. Səlimə heç eləməyin. Yalvarıram sizə. Ona toxunmayın. Məni öldürün, amma ona dəyməyin. Gördün ki, qışqırmaqla bir şey alınmır. İndi yalvarmağa başlamısan. Başa düşün. Səlimin bir günahı yoxdur. İstəmədən itələdi akşını. Mənə görə elədi. O istəmədən öldürdü Akşini. Amma mən istəyərək öldürəcəm onu. İndi sən onun nömrəsini verəcəksən mənə. Mən də səni onunla dəyişəcəm. Öldürsən də vermərəm. Tikə-tikə doğrasan da vermərəm. Vermirsən cəhənnəmə ver. Özüm taparam. Kərim, neyniyək? Əsməri necə tapaq? Bəlkə gedin polisə təslim olun, bıraxsınlar qızı. Yox,
O zaman öldürərlər qızı. Bizim bircə yolumuz var, o da Səməndəri tapmaqdır. Fərma dedim onları tapmaqda kömək eləsin bizə. Bəs niyə xəbər çıxmadı? Demişdi ki, mən Azadın nömrəsini tapa bilərəm. Tapsa əla olar. Nəfəs ala bilmirəm, Kərim. Ürəyim partlayır. Darıxma. Hər şey yaxşı olacaq. Alo, Kerim ne oldu? Neynədiniz? Tapdınız qızı? getdik ki, qaçırdıblar qızı evdən. İnşallah tapılar. Mən də bir xəbər öyrənsəm deyəcəm sizə. Çox sağ ol Bəkir, minnətdaram sənə. Nəysə lazım olsa, çəkinmədən məni yığ. Yaxşı. Yaxşı, yaxşı, narahat olma. Sağ ol. Bəkir idi. Hə, Ağsaqqal nə var, nə yox? Deyirəm, başınız heç işləmir də sizin. Siz bilmirsiniz Bəkir oranı tanıyır. Heç orasını fikirləşməmişdik. Bir də ki, başqa yerimiz var aparmağa. Bax bu dəfə də o Səlim küçüyünü öldürməsəz, bağırım çatlayar. Başa düşdün sən məni? Sən istirahət elə, hər şey bizdikdir. Dolamısan həmən. Nə istirahət? Nə evimiz qalıb, nə də maşınımız. Hamısını çıxardıblar əlimizdən. Mən də gedim istirahət eləyim, bankda pul qalıb. İstirahət vaxtıdır indi. Günahın hamısı səndədir. Niyə? Hər şeyi keçirdin o Bəkirin adına, bu da axırı. O vaxtı mən də onun qohumlarının əlindən hər şeyi bax beləcə almışdım. İndi budur. Hər şey başıma gəldi. Sən bilmirdin ki, Bəkirin qohumlarıdır. Hardan bilim mən? Təzəlik öyrənmişəm. Hə. Yığazada gör hardadır. Alo, Qızı əlindən qaçırtmamısan hələ. Daşqın. Əsəbləşdirmə məni. Yoxsa hirsimi qızdan alaram. Kimlə nə alırsan al, amma qızdan Səlimin telefon nömrəsini al. Vermir də neyniyim? Eybi yoxdur, mən taparam. Harda saxlamısan qızı? O köhnə, səxtə. Məndən xəbər gözlə, qızı da tək qoyma ha oralarda. Nə oldu? Nə deyir qız hardadır? Məsləhətli yerdədir. Hə? Dur get. Mən də gedirəm Zeynəblə görüşüm var. Ortalarda çox dolaşma. Get bir yerə. Çox səhv iş görsən getməkdə. Nə bilim, bəlkə də belə məsləhət imiş. Çox əziyyət çəkəcəksən getdiyin yerdə. Getməmiş bir də fikirləş. Hər şeyi götür qoy eləmişəm. Bir də ki, başqa ölkəyə getmirəm ki, öz kəndimizə gedirəm. Orada burdan da çox həkimə ehtiyac var. Arada gəl get. Heç olmasa Pərvinə görə. İnşallah toyunuza gələcəm. Pərvin sənə əmanət. Sən varsan, gözüm arxada qalmaz. Yaxşı. Özünlə müğayət ol. Toya mütləq gəl ha. Elə şey olar. Əlbəttə gələcəm. Yaxşı, yolçu yolunda gələk. Hələlik. Gedək.
Çoban. Xoş gəlmisən bizim idarəyə. Xoş günün olsun rəis. Eşitdim. Elədiyin səhvləri başa düşmüsən. Sənin başına dönüm. Məni buraxın gedim. Mən sakit, başı aşağı adamam. Adam öldürən başqası. Amma mən bütün günü qalmışam polis bölmələrində. Sən elə bilirdin ki, polisə yalan danışmaq asandır? Mənə nə deyiblər, onu da eləmişəm. Səməndər nə dedisə, o qanun idi kətdə. Ona görə Səməndər kənddəki fermasın, torpaqlarını sənə verdi? Hə? Bəli. Kaş ki gözlərim kör olaydı. Heç nə görməyəydim. Səməndər dedi ki, polisə demə, özüm intiqamını alacağam. Bəli, elə dedi. Bəs niyə ölən günü demədin? Üstündən bir gün keçəndən sonra dedin Səməndərə. Hə? Reis, sizi başa düşmədim. Mən nəyi dedim Səməndərə? Hə, mənim başımı xarab eləmə. Sənim öldürdün, niyə demədin Səməndərə? Həsən də, oğlanlar da yaxşı adamlardı. Əvvəl istəmirdim deyim. Səməndər dedi ki, oğlumu öldürənə kim desə, kətdə var dövlətimin hamısını ona verəcəm. Mən də nəfsimi saxlaya bilməyib dedim. Hər şeyiniz olubsa, bir-bir yazıb altından qol çəkərsən. Yazın deyirsiniz, yazın da. Özündə polis aldatdığına görə məsuliyyətə cəlb olunacaqsan. Yaz. Peşman olmusan? Hə, peşman olmuşam. Səndən indiyə qədər yaşadığım günlərə peşman olmuşam. O Bəkir səni də mənə qarşı qoydu. Sən də ona inanıb geçə eləyərini saymırsan? Mənim hər şeyim aldı əlimdən. İndi sənə pislik eləyəcək. Şirkətin 30% gəlirini mənə verdi. Doğrudan? Üstəlik, məni evlə də təmin elədi. Sən buna pislik deyirsən? 30%? Dəqiq söhbətdir. Bəli, 30%. Gəl. Gəl oturaq bir söhbət elə. Görürsən də dilənçi günündəyəm. Gəl. Eləmə. Mən ona görə gəlməmişəm. Gəldim deyim ki, biləsən. Məhkəməyə boşanma ərizəsi vermişəm. Bundan sonra da sən adlı adam tanımıram. Qaqamın kefi. Salam. Xeyirdirmi yenə? O gün zarafat edirdim səndən, inciməmsən ki. Sözlüdür, tələsirəm. Səlimin yerində əl çəkim səndən. Sənə yaxşılıq düşmür. O günkü danışığından sonra heç düşmür. Zəhmət çək, özün də tap. İndi kömək eləmirsən də amma. Eləmirəm. Sən axırda məni tutturacaqsan. Başqa sözüm var, gedirəm. Nə olar? Canın sağ olsun. Çoban hər şey danışıb. Bakıdadır. Murad,
Rüfət, sizlə əsas bir məsələ haqqında danışmaq istəyirəm. Xeyirdirmi Bəkir? Nəsə olmayıb? Yox, heç nə olmayıb. Buyur danış görək, nə məsələdir? Artıq bu şirkət bizimdir. Siz də mənim dostluqdan əlavə müavinlərimsiz. Şirkətin 30% gəlirini Səməndərin yoldaşı Zeynəb xanıma vermişəm. O sənin öz işindir. Necə məsləhətdir, elə də elə. Məncə çox vermisən. Gərək 10% verərdin. Halallıq yaxşı şeydir. Səməndərin yox, amma Zeynəbin haqqı var. Ona görə də bu qərara gəldim. Şirkətin işlərinə müdaxilə eləməyəcək ki. Yox, sadəcə gəlirin 30% ondur. Başqa heç nə. Biz həmişə sənin yanındayıq, hər nə olursa olsun. Hə, bir də Cavanşirin əmsi uşaqları var. Bizim şirkətdə onlara iş vermək lazımdır. Baxarsınız da, münasib bir iş olsa verərsiniz. Gedək Bəkirin yanına görək nə xəbər var. Xəbər olsaydı zəng eləyərdi özü. Səməndərgil özləri bizi axtaracaq. Hə, Fərman. Azadın nömrəsini tapmışam. İndi göndərirəm sənə SMS-lə. Çox sağ ol, Fərman. Kim idi? Fərman. Azadın nömrəsini öyrənim. Əsmər hardadır? Kimsən Həsən? Səlim! Şərəfsizlik eləməyin, bıraxın qızı. Yaxşı. Sən gəl. Mən də bıraxım Əsməri. Hara deyilsən orada gələm. Axşam özüm zəng vurub deyəcəm sənə. Əgər kişisənsə, əgər səndə kişilik deyilən bir şey varsa, indi görüşək. Hara deyilsən orada gələm. Gəl! Gözləyirəm səni. İndi sənə ünvan göndərirəm. Nə deyirdi? Gedirəm Kərim. Bir yerdə gedirik, tək buraxa bilmərəm səni. Tək getməliyəm Kərəm. Onlara inanmaq axmaqlıq olar, Səlim. Gedən kimi vuracaqlar səni. Nə olur olsun, amma Əsməri bıraxsınlar. Səni vursalar, Əsməri buraxarlar səncə? Əgər kişilik deyilən bir şey varsa, buraxarlar. Sənin başın xarab olub. Qadın qız arxasında gizlənəndə nə kişilik gözləyirsən sən? Daşqın nə qədər pis olsa da, əgər dedisə eləyər, buraxar məncə. Sən onun qardaşını öldürmüsən. Bir də ki, sən Azadla danışmısan, Daşqınla danışmamısan. Bir yerdə gedirik, tək buraxa bilmərəm səni. Gedək. Bilirsən də niyə çağırmışam səni? Niyə rəis? İşindən sui-istifadə edirsən. Ona görə. Elə şey ola bilməz rəis. Sənin hər addımın bizim nəzarətimiz altındadır Ağabəyov. Yanlış yoldasan. Cənab kapitan, deyin hansı yanlış yoldayam mən də bilim. Səməndərin oğlu Daşqın sənin əsgər yoldaşın olmayıb? Yox, olmayıb. Yalan danışma Ağabəyov. Bəlkə eyni yerdə xidmət eləmişik, ola bilər. Sən o Daşqını gətirib təhvil verməsən, səni də onunla bərabər göndərəcəm içəri. Eşidirsən məni? Keç hə? Tez elə biraz. Tez get. Hansı cehennemde kaldıydı? Tez elə ona git.
Tez elə. Çoban, mən sana o boyda ferma verdim. O qədər torpaq sahələri bağışladım sənə. Niyə? Hı? Allah köməyiniz olsun Səməndər müəllim. Mən həmişə sizə dua edirəm. Dədəm sana sual verdi, eşitmirsən? Niyə o qədər mülkü sağ veribdi? Akşini Səlimin öldürdüyünü dediyimə görə. Bəs sonra nə dedim? Dediniz polisə demə. Bəs sən niyə dedin? Polis Səlimi tutsa biz intiqamı kimdən alacağıq? Səməndər müəllim, polis yığmışdı məni boğaza. Dedi deməsən səni tutacağıq. Həm də ki Kərim evimi bastı. Dedim tutulsalar canım qutarar. Daşqın. Bu bizim sözümüze kulak asmadı. Gönder bunu Səhyanın yanına. Daşqın, Səlimin nömrəsini öyrəndim. İndi SMS-lə göndərirəm sənə. Səlimin sonu satıbdadır. Getdik. Qabağa sür. Görək də. Görək. Səlim kişi kimi gələcək bura. Alo. Dön buradan. Səlimin nömrəsini tapmışam. Gedişmisən Daşqın. Özü tapdı məni. Tələsmə Azad, özüm gəlirəm. Gəl. Əmiyədə ki, ona sürprizim var. Azad! 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 Dur. Başqa baxma. Azad! Qalx. Bırak kızı! Gelmişim ben! Birinci sən gəl. Əlini qoy boyun dalına. Cəldo. Yaxınlaş. Çalış silahı vursal əlindən yerə. Buradan mən vuracam onu. Kərim, belindəki silahı qoy yerə. Yaxşı, yaxşı. Sən Qoyuram. də Səlim. Səlimdə silah yoxdur. Səlim gəlmə! Gəl səsimi. Gəlmə Səlim! Narahat olmaz mı?
Hər şey yaxşı olacaq. Ölmə Əsmər. Ölmə. Əsmər. 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 Əsmər ölmə. Ölmə Əsmər. Əsmər. Esmer, Esmer, Esmer. Esmer, 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 Esmer. Esmer! Esmer. Sensiz yaşaya bilmirəm. Neyniyim? Heç ölə də bilmirəm. Kaş sənin yerimə mən olardım burada. Kaş o güllə mənə dəyərdi. Sənə yox. İndi mən neyniyəcəm? Sensiz bu 10 gün 10 ile beraber oldu mənə. Azad, pis şuna qoydun getdin bizi. Akşinin ölümü bu qədər təsir eləməmişdi bizə. Əddədəmin başı sönübə sənin ölümündən sonra, bilirsən? Hardan biləsən? Amma sağ söz verirəm. O Səlimi öldürməsən, bir də bura gələsi deyiləm. Hələlik. Səndən nəcə bu vaxtı çağırdın məni? Necəsən?
Yaxşıyam, sən necəsən? Neçə gündür görsənmirsən? Elə ona görə gəldim səninlə görüşməyə. Kəndə qayıtmaq istəyirsən? Yox, Sözdə adam oxşursan, Kərim, nə olub? Banu, cinayət işləmişəm. Adam öldürmüşəm. Adam öldürmüsən? Kimi? Sən tanımazsan. İndi necə olacaq? Heç nə. Özüm gedib təslim olacam. Bəs qardaşın Səlim, tək qoyursan onu? Onun üçün bilet almışam. Türkiyəyə göndərəcəm. Bəs məni? Məni tək qoyursan? İstəməzdim Banu. Özünə yaxşı bax. Vidalaşmağa gəlmişdim səninlə. Əlvida. Kərim. Allah yaxşı dostların canını sağ eləsin. Amin. Mən qisasımı aldım Səməndərlə. Bundan belə rahat yaşaya bilərəm. Sən əvvəllər mənə deydin Səməndər belə bir insandı, inanmırdım. Amma sonralar gördüm ki, Səməndər kimi vicdansız adam yoxdur bu həyatda. O sənin mənim dostum olmağımı bilsəydi, çoxdan ya türmələrdəydin, ya da Allah bilir haradaydın. Səməndər mənim qohumlarımın da başına oynatsdı. Sonralar bildim. İndi elədiyi günahların cəzasını çəkir. Bir oğlu öldü, biri də tutuldu. Arvad atdı getdi. Özü də indi səfil gündədir. Dəli olub. Oğlu da dəlixanaya atıb. Dəli olub? Niyə? Etdiyi günahlara görə? Qardaşı oğlu Azad Səlimin nişanlısını öldürdü. Bunlar da onu. Səməndərin də Azad öləndən sonra başı söndü. Səlim Cavanşirin əmisi oğlu. Hə, o. Allah yardımçıları olsun. Yaxşı, mən gedim. Təyyara qalxacaq. İnşallah Türkiyədə görüşərik. Gedək yola salım səni. Akşenin Azad gelmişti. Nə günə qaldın ay Səməndər? Hamısı sənin öz günahlarındır. İndi də cəzabı çəkirsən. Heç istəməzdim səni belə görüm. Kaş ki belə olmayaydı. Sənin nə işin var burada? Nə üzlə gəlmisən? Danışığıma fikir ver. Mən hər şeyə yaxşı fikir verirəm. Boşanmağa da ərzə vermisən. İndi də gəlmisən ki, kişiyə lağ eləyəsən? O mənim 30 illik həyat yoldaşım olub. Uşaqlarımın atasıdır. Nə desəm də sağlam vaxtında demişəm üzünə. Açıq danış. İndi niyə gəlmisən? İnanmırdım bu vəziyyətdədir. Ona görə gəldim. Gəldin gördün. İndi gedə bilərsən.
Hə Fərhad. Əsməri Səlimin atası bastırılan qəbirstanlıqda bastırıblar. Əla. İntiqamımızı alacağım dədə. Sən narahat olma. Salam əleykum. Salam. Salam. Aleykümə salam. Siz elə bilirsiniz ki, mən daşqına kömək eləyirəm? Eləmirsən? Kömək eləsəydim, indi daşqınla Səlimin yerini deməyə gəlməzdim. Hardadılar? Qəbirstanlıqda. Qızın dəfn olduğu yerdə. Əminsən? 100%. Hardan bilirsən oradadılar? Mənim atam da orada dəfn olunub. Bəs sənə kim dedi daşqın ora gələcək? Daşqının özündən eşitdim. Səlimi vurmağa gələcək. O zaman tədbirimizi görsək yaxşı olar. Ağabəyov, sən özün də bu əməliyyatda iştirak eləyəcəksən. Bizlə bir yerdə. Qorxma Əsmər. Sən burada tək bıraxan deyil. Hər şeyin günahkarı mənəm. Mən ilk gündən təslim olsaydım, sən bu qara torpağın altında olmazdın. Heç vaxt özümü bağışlamayacağım. Bağışlamayacağım. Səlim, sənə dedim axı bura tək gəlmə. Bilmirsən, buranı tanıyırlar. Bilirəm. İstəyirsən səni də vursunlar. Məni də vursunlar. Day mənim bu həyatda yaşamağımın nə mənası var? Var Səlim, var. Sənin qardaşın var. Mən sənə görə, sən də mənə görə yaşamalısan. Sən olmasaydın, çoxdan öldürmüşdüm özümü. Elə şeyi fikirvə gətirmə Səlim. Özünü öldürmək zəiflik deməkdir. Sən zəif olmamalısan, olmayacaqsan da. Sən ölməsən, bu həyatda yaşayış yoxdur. Eliyar, sən, Fəqan, bir də sən. Qabaq qapıya gedirsiniz. Ağabəyov, siz də arxa qapıdan. Oldu. Uğurlar. Sən bilirsən ki, sənin üçün gözümü qırpmadan ölümə də gedərəm. Bilirəm. Sən həmişə elə olmusan.
İndi də bu qırğına son qoymaqdan ötürü təslim olacam. Bəsdir Kərim. Sən də tutulsan, dayı mən niyə qalıram çöldə? Mən də təslim olum, cəzamı çəkim. Sən yox, mən təslim olacam. Akşini də mən öldürmüşəm deyəcəm. Bunların ikisi də buradadır ki. Sənə də bilet almışam. Gedirsən İstanbula. Mən heç yana getməyəcəm. Səlim, mən səni buralarda tək qoyub təslim ola bilmərəm. Mən təslim olacam. Polisin də səndən iş olmayacaq. Sən də rahat çıxıb gedəcəksən İstanbula. Dur Səlim. Dur gedək. Səlim! Kərim! 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 Halal olsun. Kerim! Kerim! Ölme Kerim! Hakim! Hakim Zavru! Səlim, ağlama. Ağlama. Səlim, sən güclü olmaqsan. Ölme Kerim! Sağ olacaksan Kerim! Sən güclü olmaqsan Səlim. Ağlama. Hakim Zavru! Hakim! Hakim Zavru! Allah emanet ol kardeşim. Kerim! 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 Hakim Zavru! Hakim Zavru! Kerim! Kerim! Geciktik. Aparın. Aparaq. Kardeşim! Kardeşim! Kerim! 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 Ne oldu? Qardaş etkisinin nə olduğunu yaxşı bilir. Allah rəhmət eləsin. Kerim! 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 Çekti dara, gözümde yaş dönüp kana. Sevgilimi aldı benden, yüreğime
Əzabını çəkirəm Sensizlik ölüm mənə Cəza mənə hayatta bu sevgide ne sen